4 ildir ailə həyatı qurmuşam, amma hələ də övladımız yoxdur. Mən nə edim? Yəni, qardaş soruşur, yəni 4 ildir ailə həyatı qurub, övladı olmur. Ümumiyyətlə, birincisi, yəni etiqad etmək lazımdır ki, qardaşlar, yəni övlad verən Allah Təbaraka və Tealədir. Və ikincisi də, əgər səbəblərdən tutmusansa, yəni heç bir səbəb yoxdursa, yəni qalmayıbsa, aradan qalxıbsa, və nəsiyyət edirəm ki, sənə, hər hansı qardaş soruşursa, gecə qalxsın, yəni gecənin 1/3 hissəsi, yəni özü və zövcəsi də yəni, oyansa daha yaxşı olar, qalxsın, dəstəmaz alsın, yəni, və 2 rükət namaz qılsın. Və 2 rükət namaz, yəni orada, yəni təbii ki, hamısı, yəni o ixlasının miqdarında ölçüləcək. Namaz əsnasında səcdədə Allaha bu cür dua eləsin. Rabbi la təzərni fərdən və əntə xeyrul varisin. Bu duanı eləsin. Bu duanı Zəkəriyyə aleyhissalam və Zəkəriyyə iznədə Rabbəhu necə ayədə gəlir? Rabbi la təzərni fərdən və əntə xeyrul varisin. O vaxt Zəkəriyyə öz Rəbbini çağırdı. Dedi ki, ya Rabbi, məni tək qoyma, həqiqətən də sən xeyirli varislərdənsən. Bu cür dua elədi. Allah Təbaraka və Teala onun bu duasını qəbul etdi. Fəstəcəbnə ləhu və vəhəbnə ləhu Yəhyə. Biz onun duasına cavab verdik və Yəhyəni ona bəxş etdik. Ona görə Zəkəriyyə aleyhissalam bu duanı elədi və sən də bu duanı səcdədə Rabbi la təzərni fərdən mənası, ya Rabbim, məni tək buraxma və əntə xeyrul varisin və sən varislərin ən xeyirlisisən. Və bu duanı 40 dəfə etsə, qardaşlar, 40 dəfə səcdədə bu duanı etsə, inşallah Allah Təbaraka və Teala yəni onun duasına cavab verər və Allah Teala ümumiyyətlə, qardaşlar, yəni övlad, Allah Teala buyurur ayədə yəhəbu limən yəşəu inəsən və yəhəbu limən yəşəu zükura. Allah Teala istədiyinə qız övladı və istədiyinə oğlan bəxş edir. Və bu duanı bayaq qeyd etdiyim duanı 40 dəfə eləsə, nəyə görə 40 dəfə deyirəm? Yəni, qardaşlar yəni, şübhələnməsinlər, yəni 40 hardan gəldi və ya yəni, etiraz eləməsinlər. Yəni 40 ümumiyyətlə, yəni bunu alimlər deyir, nə mənada? Ümumiyyətlə, Allah Teala 40 ədədini qardaşlar Quranda bir neçə yerdə zikr edib. Yəni 40 ədəd Quranda zikr olunan ədədlərdəndir. O gəlib, məsəl üçün bir ayədə gəlib ki, وَإِذْ وَعَدْنَا مُوسَى 40 leylə. Biz o vaxt Musaya 40 gecə vəd verdik. Və başqa bir ayədə gəlir ki, وَبَلَغَ 40 leylə. 40 gecəyə çatana qədər. Və başqa ayədə gəlir ki, وَوَعَدْنَا مُوسَى 30 leylə. Biz Musaya 30 gün vəd verdik. وَأَتْمَمْنَاهَ بِعَشْرٍ. Və sonra onu 10 gecə ilə tamamladıq. فَتَمَّ مِيقَاتُ رَبِّهِ 40 leylə. Və beləliklə də Rəbbinin vaxtı təyin etdiyi vaxt 40 gecə oldu. Yəni bu ayələr var, hansı ki 40 ədəd Quranda işlənib. 40 ədəd bir neçə ayələrdə gəlib. Həmçinin hədislərdə də varid olub ki, yəni uşaq anasının bətnində nə qədər qalır? 40 gün. Və ya misal üçün hədislərdə, ayələrdə, yəni 40 gecə Quran-ı Kərimdə zikr olunduğu üçün bir neçə ayədə bu ədəd alimlər deyiblər ki, yəni duanı bu qədər desə yaxşı olar. Təbii ki, yəni çox desə daha əhsəndir, daha yaxşıdır çox. Yəni bu, yəni biz yəni qətiyyətlə demirik ki, nas var 40 ədədə. Sadəcə olaraq alimlər yəni bu ayələrdən istinbat ediblər, çıxardıblar ki, yəni 40 dəfə desən daha yaxşıdır. Yəni 40-dan çox artırsan, əhsən, daha yaxşı. Amma 40 dəfə eləsən, inşallah ki, bu duanı eləsən, Rabbi la təzərni fərdən və əntə xeyrul varisin. Yəni Allah Təbaraka və Teala sənin o qıldığın namazın, etdiyin duanın səmimiyyətinə, sadiqliyinə inşallah baxır və nə qədər səmimi olsan və sən özün eləsən və həmçinin zövcə eləsə, inşallah ki, yəni övladınız olar vallahi 20-dən çox nəfər, qardaş,
bu duanı eləyib, hansı ki, onların da 6-7 ildir övladları olmurdu. Allah təbarək və təala indi onlara övladlar verib. Övladlar verib, indi hamısının övladları var. Yəni, inşallah ki, yəni, belə eləsə, yəni Allah təala ona bəxş edər övlad.